daha bize verilen evler bak budur. Daha sökülüp gelirim. Hala bunun içinden indi yapıyorum ben. Hala bir ay değil ben buraya geçeyim. Bak budur. Bak benim hamsı bak. Sana prezidentin başını anlattılar. Kendisi evlilik başına vermiş. Bak daha ne nerede? Bak daha. Bak görsen şeyin altına sökülür. Kazenin altına. Bak budur. Seyret çəkdiyim videoya görə söyləyirəm. Əsəbləşmişdim şirkət nümayəndələrinə görə Türkiyə eləməyə ki, məni çox şey incitmişdilər. Onun üçün də, amma indi müraciətə prezident səlahiyyətli nümayəndələrinə şey eləmişəm. Müraciət elədim, gəldilər, tapşırığını da verdilər və səhərə mənim bu işlərimin hamısını yerinə yetirəcəklər. Heç bir problem yoxdur. Onlara görə də mən əsəbləşmişdim deyin, onun üçün də mən prezidentimizə də, onun ölkəmizə də mən özləri təşəkkürümü bildirirəm ki, şey elədi. Amma çox da güman ki, şey eləyərsiniz. Deyirsiniz ki, güya ki, bunu kimsə təzyiq edir. Mən heç kimdən də nə şikayətim var, nə bir şeyim var, heç birdən də, heç kimdə şey eləməyib. İntihası heç o başqa o video şeylər var ya, media qurumlar. Onlar yalandan özlərindən haqqa çağırtmasınlar. Daha mən öz əsəfləşdiyimə görə də bu işi görmüşdüm. İndiki gördüyümə də heç peşman oldum ki, şeydi. Mən heç bu işi görməyeydim. Xüsusi nümayəndəliyim mən şey eləsəydim, müraciət eləsəydim. Yenə də heç bu işdə olmazdı. Çox sağ olsunlar, hamısı da gəldilər, mənim işimdə həll elədilər.